Salam hörmətli tamaşaçılar. Kanadada yaşayan Azərbaycanlıların ictimai və mədəni həyatı, maraqlı layihələr, uğurlu soydaşlarımız və cəmiyyətimizdə baş verən ən önəmli hadisələrlə bağlı xəbərləri təqdim edən LTV Presents proqramı ilə yenidən qarşınızdayıq. Bu dəfəki buraxılışımızda da biri-birindən maraqlı sujetlər, faydalı müsahibələr və xüsusi reportajlar yer alacaq. Mən Fidan Əliyeva sizi LTV Presents proqramını izləməyə dəvət edirəm. LTV təqdim edir. Omni televiziyasının efirində Azərbaycan dilində proqram. Kanadadakı Azərbaycanlıların səsi. Mədəniyyət və incəsənət, elm və təhsil, biznes və uğur hekayələri. Azərbaycan diasporunun həyatı ekranda. Asan yemək, söhbət zamanı, ingilis dilini öyrənirik rubrikaları, icma tədbirlərindən reportajlar. Azərbaycan mədəniyyəti Kanadada. Birlik, inkişaf, ilham, Azərbaycanı yaşadan ekran. Vətən üçün yaşayıram, şəhavətlər, şövqlər aram. May ayında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 108-ci il dönümü Kanadanın müxtəlif şəhərlərində təntənə ilə qeyd olunub. Bu əlamətdar gün münasibəti ilə Niagara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Ottawa şəhərində Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib. Torontoda isə Ontario Parlament binasında rəsmi tədbir təşkil olunub. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 108-ci il dönümü münasibəti ilə Kanadanın ən məşhur simvollarından biri olan Niagara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı. Azərbaycan evinin təşkilatçılığı ilə Toronto və ətraf şəhərlərdə yaşayan soydaşlarımız Niagara şəlaləsində bir araya gələrək bu əlamətdar günü birlikdə qeyd ediblər. Tədbir iştirakçıları Azərbaycan bayraqları ilə müstəqilliyimizin il dönümünü böyük qürur və sevinç hissi ilə qarşılayıblar. Şəlalənin mavi, qırmızı və yaşıl rənglərə bürünməsi möhtəşəm mənzərə yaradıb və iştirakçılar tərəfindən böyük maraqla izlənilib. Bu tədbir həm Azərbaycan dövlət müstəqilliyinə hörmətin, həm də Kanadada yaşayan Azərbaycanlıların birlik və həmrəyliyinin növbəti nümunəsidir. Müstəqillik günü münasibəti ilə növbəti tədbir Ontario Parlament binasında keçirilib. Vətən Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzi və Azərbaycan evinin təşkilatçılığı ilə baş tutan tədbirdə Ontario Parlamentinin üzvləri, müxtəlif icmaların nümayəndələri və çoxsaylı qonaqlar iştirak ediblər. Tədbirin rəsmi hissəsində çıxış edən natiqlər Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən, ölkəmizin əldə etdiyi nailiyyətlərdən və Kanada ilə Azərbaycan arasında dostluq münasibətlərindən danışıblar. Proqramın bədii hissəsində isə milli musiqilər, rəqslər və mədəni çıxışlar təqdim olunub. Tədbir iştirakçıları Azərbaycanın zəngin mədəni irsi ilə yaxından tanış olmaq imkanı əldə ediblər.
Müstəqillik gününə həsr olunmuş bu görüş həm ölkəmizin tanıdılması, həm də icmamızın birliyinin nümayiş etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Gel yaşa yaşa behriban, Azerbaycan bir sözümüz. Sen vatan, benim vatan ne? Geldi bizim zaman. Gel yaşa yaşa behriban, Azerbaycan bir sözümüz. Sen vatan, benim vatan ne? Geldi bizim zaman. Gel yaşa yaşa behriban, Azerbaycan bir sözümüz. Azərbaycanın Müstəqillik günü münasibəti ilə növbəti tədbir Kanadanın paytaxtı Ottavada parlament binası qarşısında baş tutub. Azərbaycan evinin təşkilatçılığı ilə keçirilən bayraq qaldırma mərasimində parlament nümayəndələri, dövlət rəsmiləri, diplomatik korpus nümayəndələri və Azərbaycan icmasının üzvləri iştirak ediblər. Tədbirin rəsmi hissəsində çıxış edən qonaqlar Azərbaycanın müstəqillik tarixindən, ölkəmizin inkişaf yolundan və Kanada ilə Azərbaycan arasında əlaqələrin əhəmiyyətindən bəhs ediblər. Daha sonra Azərbaycan bayrağı təntənəli şəkildə qaldırılıb və iştirakçılar qürurverici anın şahidi olublar. Mərasimin bədii hissəsində isə milli musiqilər səsləndirilib, mədəni proqram təqdim olunub. Tədbir həm Azərbaycan dövlətçilik ənənələrinin tanıdılması, həm də Kanadada yaşayan soydaşlarımızın birliyinin nümayişi baxımından əlamətdar hadisə kimi yadda qalıb. Müstəqillik gününə həsr olunmuş bugünkü proqramımızı gözəl bir musiqi nömrəsi ilə davam etdiririk. Musiqi xalqımızın milli ruhunu, tarixini və mənəvi dəyərlərini yaşadan ən böyük sərvətlərimizdən biridir. Güneş doğar, torpaqda izlər, dağlar çağırar, səslənər göylər, axar çaylar, könlümə sözlər, Azərbaycan, ürəkdə sirdaş, yurdum mənim, torpağım mənim, hər daşı ilə bir tarixim mənim, qəlbimdə yanar, əbədi məşəl, Azərbaycan, yurdum mənim. Xəzri əsər, qucaqlar dəniz, ulduzlar parlar, səma təmiz, çiçəklər açar, rənglərə bir bax, bu vətən bizim Azərbaycan. Yurdum mənim, torpağım mənim, hər daşı ilə bir tarixim mənim, qəlbimdə yanar əbədi məşəl, Azərbaycan, Azərbaycan. Bir çınar kimi kökləri dərin,
Sonsuz sevgimiz, eşkimiz derin. Bir bayrak, bir ses, bir yürek kimi, ebedi sevgi kalbimizde. Torpağım mənim, hər daşı ilə bir tarixim mənim. Qəlbində yanar əbədi məşəl Azərbaycan, yurdum mənim, yurdum mənim. Torpağım mənim, hər daşı ilə bir tarixim mənim. Qəlbində yanar əbədi məşəl Azərbaycan, Azərbaycan.